Rusiya-Ukrayna savaşının həlli istiqamətində ardıcıl addımlar atılır. Lakin tərəflərin hələ də razılaşmadığı məqamlar var. Atəşkəsin əldə olunması üçün Ciddədə yenidən görüş keçiriləcək. Sujeti izləyək. ABŞ və Rusiya liderlərinin 2 saat yarım çəkən telefon danışığı sülhün başlanğıcı kimi proqnozlaşdırılır. Tərəflər 30 gün ərzində enerji infrastrukturu obyektlərinə qarşılıqlı şəkildə hücumdan çəkinməlidirlər. Moskvadan proseslə bağlı müsbət reaksiyalar gəlir. Lakin bu razılaşma uzun müddətli atəşkəsi əhatə etmir. Kreml Vaşinqtondan Kiyevə hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasını istəyib. Rusiya bu tələbini münaqişənin diplomatik yolla həlli üçün açar olaraq qiymətləndirib. Ukraynanın isə məsələyə dair narahatlığı sezilir. Amerika ve Rus uzmanlar tarafından oluşturulacak bir komisyonun hayata geçirilerek güzergahın, görüşmelerin nihai sonuca erişmesi için bir mutabakatın öngörüldüğü anlaşılmaktadır. Zelenski'nin ısrarla beyan ettiği konu görüşmelerde ikili görüşmeden ziyade Ukrayna'nın da yer aldığı haliyle üçlü bir görüşmenin daha sağlıklı olacağı ve daha güvenilir olacağını beyan ettiği görülmektedir. Kreml rəhbəri Vladimir Putin 30 günlük atəşkəslə bağlı ordusuna xəbərdarlıq edib. Xarici nəşrlər yazır ki, danışıqlardan bir neçə saat sonra Ukraynaya hava hücumları təşkil olunub. Kiyev ətrafındakı ərazilərə gecə boyu zərbələr endirilib. Prezident Volodymyr Zelenski xalqının narahat olduğunu bildirib. Zelenski bəzi bölgələrdə Rusiyanın etmək istədiklərini eşitdiyini söyləyib. O, bununla hücumların davam etməsinə işarə edib. Ali Rada Moskvanın bu addımlarının savaşı davam etdirmək istədiyini bildirib. We don't see the result of it. Kiyevdə həyəcan siqnalı səsləndirilir. Bunun nə demək olduğunu bilirsiniz. Dünya liderlərini sözlərə yox, hazırda gedən proseslərə inanmağa çağırıram. Rusiyanın məqsədi dəyişmir. Kreml 2014-cü ildən bəri Ukraynanın silahsız olmasını istəyir. Savaşın bitməsi üçün açarlar Moskvanın əlindədir. Kiyev özünü müdafiə etməkdən əl çəkərsə, Ukrayna məhv olacaq. Only actions and not the words. ABŞ və Rusiya liderlərinin telefon danışığına Böyük Britaniyadan da reaksiya gəlib. London atəşkəs istiqamətində əldə edilən irəliləyişi alqışladığını açıqlayıb. Ağ Ev rəhbəri Donald Trump'ın xüsusi nümayəndəsi Steve Witkoff razılaşmanın yekunlaşdırılması üçün bazar günü Ciddədə danışıqların aparılacağını bildirib. Onun sözlərinə görə bu toplantıdan sonra tam atəşkəsə keçid ediləcək. Witkoff tərəflər arasında həll edilməli detalların olduğunu söyləyib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Buna görə də Ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır. Çərşənbə axşamı brifinqdə Ukrayna prezidenti Volodymyr Zelenski bu fikirləri səsləndirib. Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub. Xüsusən də Birləşmiş Ştatlar tərəfindən tam atəşkəs təklifi irəli sürülüb. Baxmayaraq ki, Ukraynanın təklifi enerji obyektlərinə, həmçinin silsilə zərbələrin dayandırılması ilə bağlı idi. Düşünürəm ki, Ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni bu prinsipcə baş verənlərə cavabdır. Bildiyimə görə Ruslar Prezident Trumpla söhbəti zamanı dərhal enerji infrastrukturlarına hücumların dayandırılması əmrini verdilər. İndi qaldırılan yeganə narahatlıq enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Hesab edirəm ki, Rusların Amerikalılara nə təklif etdiyini və ya Amerikalıların Ruslara nə təklif etdiyinin təfərrüatlarını bilsək düzgün olardı.